çox aciz, çox acınacaqlı vəziyyətdəyəm hər hal-hazırda bu dəqiqə. Bu dəqiqə əlimdə reseptlər var alınması, müalicəmdə Xaqoba. Mən hər gün ağrı kəsiciyini Görürəm, hər gün. Qollar da bəllidir. Yırtıqlar Allahdan əmələ gəlibdi. Həkim mənə dedi, ikinci dəfə əməliyyata girə bilməzsən, ağır şəkərsən, stolda qalarsan. Bayaqdan burada ağlayır. Özü neynirdi? Deməli, süpürgəçi işləyirdi, maşın vurdu. Mən indi gəlmişəm dəstəyə. Ət paketidir, pul paketidir, nə lazımdır eləmişəm. Amma o da onun üçün 5 gün, 3 gün. Çünki atası uşağa baxır. Qızı var böyük. Yəni belə deyim, ananın vəziyyəti ağırdır. Sadəcə ana nə istəyir? Kirayə qalır. O da istəyir ki, Güzel olacaq ey Xaqo. Hardasa noyabrın 3-də 28 il olacaq. Mən elə 17 yaşında gəlib Bakıya düşmüşəm. O vaxtdan kirayə çox yorulmuşam Xaqo.